söz vermişdik. Müsahibəmiz olunacaqdır. Güney Azərbaycanda zilzilə ilə bağlı. Müsahibəmizdə demək birbaşa YouTube'da olan komitənin faal iştirakçılarından olan hörmətli Təği bəy Süleymanıqaddır. Mən fikirləyirəm ki, Təği bəy xəttədirlər. Təği bəy. Bəli. Salamünaleyküm. Siz salamlıq. Xoş gördük biləyizi. Salamünaleyküm Mahmud bəy. Mən də siz üçün və eşidənlər üçün, bu radio qulaq asanlar üçün salam ərz edirəm. Sağ olasınız. Bizi qırmadınız və bizdən zaman ayırdınız zilzilə ilə bağlı danışmaq üçün. Sağ olasınız. Demək ki, hörmətli Təği bəy, siz özünüz YouTube'da şahid idiniz ki, içimizdə, yəni demək komitənin içində çox gözəl bir ab-hava yaranmışdı, birlik ab-havası yaranmışdı. Yardım etmək üçün Azərbaycanlılar hər dəyişiklik fikirlərilə bir-birinin yanında oturmuşdular və neyniyək deyə hər kəs bir önərilər verirdi. Bunun əsas nədəni nədə görürsünüz? Niyə Azərbaycanlılar bu Güney Azərbaycanda olan zilzilə ilə bağlı bu qədər istəyirlər ki, yardım etsinlər? Mahmud bəy, mən əgər istəyək bunun illətinə baxaq, əlbəttə siz diqqət eləsəydiniz, o əvvəl günündən öz mərdumumuzu gördük ki, yəni millət Azərbaycanı kullən hər yerdə gördük ki, nə qədər faal idilər bu rabitədə. O əvvəl saatdan və məxvəqdir ki, orada o imdadgərlərlə ki, bu qolə vaqən təmasdaydım. Məsələn, görəydim ki, nə qədər təlaş edirlər, nə qədər bu qolə zatları var deyib. Məsələn, ehsası məsuliyyət edirlər bu rabitədə. Elə bil ki, məsələn, bir cür hamı mütəvəccüh olmuşdular ki, dərvağı öz millətimizdən sonra elə bir kəs yoxdur ki, bizim bir dadımıza, fəryadımıza yetişən. Milləti Azərbaycan özünü ehsas elədi ki, bu müsibət hamı üçündür. Yəni bu fəqət Qaradağ üçündür, fəqət Qaradağ deyildi ki, nabud oldu. Yəni tamam milləti Azərbaycanı dağdar elədi bu. Və ona görə ki, o daxildə idi, Azərbaycanlıları gördük. Hər tərəfdən nə qədər fəaliyyət elədilər, nə qədər faal idilər bu rabitədə. Və təbiidir ki, bu yanda da Azərbaycanlılar fəqət söz danışmayacaqdılar ki, müsəlləmən gərək bu qolə əks-ələməl nişan verirdilər ki, o əvvəl günündən də ki, başladılar əks-ələməl nişan verməyə və bu yəni nə cür rəsani elədilər. Yenə də vaqən bu faallar, bu milli faalların təlaşının əsərində idi ki, bu məsələ, bu müsibət bu cür rəsani yoldu və yəni əgər qalsaydı bu rejimin öhdəsinə ki, bu biləxir onu səyil edir, üstün bastırsın. Amma o milli faalların təlaşının əsərində biləxərə bu gəziyə qəşəh rəsani oldu və efşi oldu rejimində o zadi çehrəsi bu rabitədə. Və burada da biləxərə Azərbaycanlılar səyilədilər, fəqət o məsələ izad olmasın, yəni efşagəri bu gəziyə olmasın, bəlkə əmələn də bir iş görə bilsinlər, səyilədilər və o da birinci boğulu zadı bu idi ki, yəni birinci hədəf bu idi ki, hər testlər bunlara yarı geçsin, bunlara kömək olunsun və burada biz bir iş görə bilməzdik gözün ki, məsələn, eləyə biləydik maddi bunlara imdad yetirək. Siz fikirsiz ki, bu İran rejimi belə bir şey əslində dünyada görsənməyib ki, bir dənə ölkədə dövlətin görəvi budur ki, öz vətəndaşlarına belə çətin gündə də həmən yetişə, həmən olan dərdin böyüdə. Biz gördük ki, məsələn, Türkiyədə Türkiyənin prezidenti Sayın Gül istəmiş getsin Qırğızistana, orada konferanslar varmış, önəmli toplantılar varmış, ancaq gördük ki, Türkiyədə, İstanbulda bir terror hadisəsi olub, bir neçə nəfər şəhid olub, həmən müsafirətini ləğv edib və qayıtdı, gəldi bölgəyə ki, görsün nələr olubdur. Nə üçün bəs İran rejimində, məsələn, İranın prezidenti Ağay Əhmədinəcad zilzilə olandan hələ 2 gün sonrasında durdu, bir gün qabaqda olandan sonra 2 gün sonrasında durdu, sıx getdilər Ərəbistan, heç başla vurmadı. Yəni bu millətin, bu dövlətin bu etinasızlığı nədən idi? Niyə bu qədər belə Güney Azərbaycan Türkünə bu cür bicanə yanaşdı və bunlar özündən bilmədi, bu öz vətəndaşlar kimlərlə yanaşmadı? Mahmud bəy, mənim əgər bu rabitədə soruşsunuz, mən onda da həqiqəti bir radyoların birindən də bu rabitədə müsahibə elədim. Mənim nəzərim budur ki, əslən
در واقع bu zelzele bücür oldu ki demək olar əgər bu hakimiyyət eləyə bilsəydi, yəni əgər vağan bu cürəti eləyə bilsəydi, hətta o rabitədə eləyə bilərdi vağan cəşn-i payqubu yola salsın. Çünki niyə? Düz onun hədəfinin zadında, idaməsində bu iş ittifaq düşdü. Bu hakimiyyətin, yəni mənim nəzərimə betori kol bunu indiyəcən göstəribdir. Bunların, bu hakimiyyətin nəzərində Azərbaycanın nabudçuluğu, yəni bunların əvvəlminci hədəfləridir və o niyə Azərbaycanı da nabud istəyi görsün, xub onun da biləxərə illətin hətmən sizlər qəşəh bilirsiniz və bu qoli bizim millət onu qəşəh dərk eləyib ki, bunlar bu bizim millətin nabudçuluğunu istəyirlər buna görə ki, bilir ki, bunun hakimiyyəti bizim millətin vücudunda bunların hakimiyyəti təhdid olunur. Bizim millət indiyəcən heç vaxt zülmə təmkin eləməyibdi, heç vaxt zülmün qabağında xəm olmayıbdı. Bizim millət həmişə pərçəmi azadçılıq pərçəmin götürüb və həmişə qabaqda olubdu bu rabitədə. Və buna görə mənim kollər nəzərim budur ki, əslən bu rejimə, yəni məsələn, əgər imkanı olsaydı, yəni o qədər eləyə bilsəydi, cəsarət eləsin, yəni o həddə cəsarət elədi ki, buna bir etinay elədi. O böyüklərin cəsarət idi ki, bu onun bahasını 100% verəcək. Yəni o cürdə deyir ki, bu bizat qalmayacaq, bu bir nəticə qalmayacaq. Amma əgər eləyə bilsəydim, bundan da artıq cəsarət eləyə bilsəydik, onun qabağında cəşn də tuta bilərdik. Ki mən indi əgər istəyək bunu məsələn biz çoxları şayad nəzərləri bu idi ki, buna biz siyasi zat baxmayaq. Yəni rejimin əməllərinə bu rabitədə bilmirəm siyasi baxılmasın və ya məsələn bu hesaba istəyirlər qoysunlar ki, bunların bir kifayətçilikləri, belə şeyləri göstərdi. Dər surət ki, əslən mənim nəzərimdə o cür bir şey yoxdur. Nə bunlar bir kifayət idilər bu rabitədə, nəinki məsələn bir Allah bir şey, yəni bu zat var idi. Yəni bunlar, yəni rejim bu qəziyyə kollarını hakimiyyət buna Azərbaycan məsələsinə kamilən siyasi baxır və kamilən də mənim nəzərimə bu zadı budur ki, yəni Azərbaycan millətin nabud eləmək hədəfidir. Yəni və bu zəlzələdə ki, bu zat düşdü, məsələn bunlar üçün در واقع bunların o hədəfinin rastlasında, hədəfinin dəvməsində məsələn qərar tapmışdı ki, məsələn çox da bunlara azad deyir idi. Yəni narahat eləyən bir şey deyir idi ki, bəlkə də xoşal idilər bu rabitədə. Bəli, buraya dedik. Bəs çox gözəl dediniz. Demək ki, Azərbaycan Türk millətinin böyük günahı budur ki, azadlığı sevir, istemalın qabağında baş əymək istəmir. Tarix boyu da belə olub və ona görə həmişə mücrimdir. Yəni həmişə bir cürmü vardı. Və İran hakimiyyətləri kimsə olursa olsun, həmişə qabağında bir millətlə qarşı-qarşıyadır ki, o millət azadlıq üçün hər zaman ayaqdadır və onu tələb etməyə də cürbəcə yollarla demək ki, baş vuracaqdır. Və ona görə dediyiniz kimi İran hakimiyyətində sui müdiriyyət yox, bəlkə kinədir Azərbaycanlılara, bir nifrət var Azərbaycanlılarla bağlı ki, bu nifrət özün bu zilzələdə açıq göstərdi. Bunu çox gözəl vurguladınız. Demək, bəs indi bu hərəkətdə Azərbaycan Milli Hərəkatı içəridə çox böyük güc ortaya qoydu. Yəni sanki bir tanınmamış dövlət kimi. Yəni bir dövlət nə qədər eləyə bilər öz vətəndaşlarına yetişər. Azərbaycan Milli Hərəkatda kəndlərdə, şəhərlərdən, hər yerdən qüvvələrin bəsiz elədi. Gördük ki, belə çox belə münəzzəm səviyyədə yardımlar getdi. Birinci gün insani yardım, ikinci gün qəza, üçüncü gün behdaşlı məsələlər. Bu nəzm ilə bağlı, yəni Azərbaycan Milli Hərəkatı belə bir gücün göstərməsi nəzr görürsünüz? Fikirsiz ki, bu o güc özün göstərdi, gələcəkdə özün nəzr göstərəcəkdir. Yəni elə bu məsələ burada qalacaqmı ya bunun bir fikirsiz ki, gələcəyi də olacaqdır Azərbaycan Milli Hərəkatının bu daha güclənməsinin nəticəsi? Mən ki, kamilən nəzərim budur ki, yəni bu zəlzələnin rabitəsində biz vaqən milli hərəkətin gücünə də şahid olduq. Yəni
və bunun idaməsi çox bundan artıq tər boğulacaq olacaq. Yəni bu dərvaqa demək olar, əgər biz gəydək o əvvəl günlərinə ki, bu zəlzələ ittifaq düşdü, yəni dərvaqa 21 Murdatdan biz baxaq buna. Mahmud bəy baxıq görüyor ki, tamam imdadgərləri ki, məsələn, vaqəm adam irtibatda idi. Yəni, o cavan nəsli idi, cavan uşaqlar idilər ki, əslən heç vaxt bu məsələyə bu qolu siyasi baxmamışdılar. Yəni, əslən, nə sabiqə fəaliyyət siyasiləri var idi, nə indiyəcən məsələ Milli Azərbaycana kollən siyasi didləri var idi. Bəli, biz gördük, o qədər bu bərxurd bu hakimiyyət bu zəlzələ ilə və bunu əmniyyət eləməklə və bunu siyasi eləməklə o qədər müsbət dərvaqa bizim mərdumun, millətin arasında təsir qoydu. Bu mənim nəzərimdə milli fəalların əllərin çox açıq qoydu. Yəni dərvaqa demək olar bu cərəyan millini Azərbaycanda yəni təqribən yəni vaqən rüşd cəhişi tapdı bu rabitədə. Yəni o qədər əgər rejim eləyə bilmişdi, məfəq ola bilmişdi, bir seri biləxərə təvəhhüm icad eləsin bu zatda Azərbaycanda bir serilərin arasında vəli demək olar bu bərxurdu, bu təvəhhümü də bu aradan apardı və milli hərəkətlərin, zatların, fəalların rüş verdi və təbiətən bu mənim nəzərimə idamə tapacaq. Həmintor ki, məsələn, indiyəcən nə qədər deyiliydi, milli fəalların tərəfindən deyiliydi ki, bu rejimin hədəfi der rabitə bu Urmiya gölü budur ki, ağa isti bunlar fəqət vaxtı aradan aparır və bunu əmdən istəyib qurutsun. İstəydim və bu bir boğulu vanımı donuydu ki, məsələn, belənçi görür və bunu boğulu, yəni məsələn, rəbt verəydilər bir seri o əvamili təbiyyə fulana behmana. Der surət ki, milli faallar qəşəng mütəvəccühü bu məsələ olmuşlar ki, hakimiyyətin kollən qəsdi var bu Urmi gölü qurusun və bilək ki, bunun qurumayı ilə Azərbaycanın nabutçuluğu dərvaqa birdir. Əgər Urmi gölü qurusa. Və indiyəcən bu məsələ indiyəcən o qədər qəşəhzad olmamışdı, o qədər qəşəh bəlli olmamışdı tamam millətə. Bir miqdar bu rabitədə zatları var idi. Bəli, ələn bu zəlzələnin əsərində, bunların o cür bərxurdların əsərində qəşəh mütəvəccüh olurlar ki, yəni hətta nə qədər hara yetişibdi, sizə diqqət eləsiniz. Bir həftə bundan qabaq, məsələn, nümayəndə Təbriz, nümayəndə Şəbistər, tamam nümayəndələr başlayıblar der rabitə bu xətərat Urmi gölünün qurumayını eləyirlər, elam eləyirlər. Bu həddə, məsələn, yəni o qədər zad olub ki, özlərinin içində bu səs qalxıbdır. Məsələn, nümayəndələr ki, dərvaqa özlərinin vabəstəcilikləri vardı bu nizama, bəli, onların səsləri ələn qalxıbdır. Çünki görürlər ki, qəşəh mütəvəccüh olublar ki, milli fəalları bu rabitədə dedikləri millətə sabit olunur. Yəni, milli fəallarının bu zatların bunlar məhbubiyyətin burada görürlər. Odur ki, məsələn, bu zatda da bu zəlzələdə də yenə də bu milli fəallar göstərdilər ki, nə qədər bunların çıxarları var, nə qədər bunlar zəhmət çəkirlər və nə qədər eləyə bilirlər. Bu hər bir dənə zatlar Mahmud bəy qəşəng gözünüz bilirsiniz də, bu hər bir kəndə baş vurmaq bu milli hərəkətdən, milli fəalların tərəfindən özü bir dənə əməliyyat nizami ilə bərabər olmuşdur. Yəni o qədər bunu əmniyyət eləmişdi bu rejim. Vəli bununla belə uşaqlar o qədər təlaş eləyib, o qədər səy elədilər ki, geçsinlər və bunu qəşəh bundan quzarış təhiyyə eləsinlər, geçsinlər, millətimizin dərdinə qulaq assınlar, dərdin eşitsinlər ki, nə mənadır. Və bu göstərdi ki, nə qədər kifayətlidirlər bu uşaqlar, nə qədər bunların məsələn dəyərləri var ki, məsələn eləyə biləylər və nə cür canlarından keçiblər bu rabitədə. Bu hər nəyi qəbul eləyiblər, fəqət neynəsinlər, fəqət bu əsarətin altından
bizim millətimizi xilas eləsinlər. Bəli, hörmətli dinləyicilər, siz Güney Azərbaycan Səs Radiosundan hörmətli Təği bəy dinləyirsiniz. Növbəti müsahibəmiz hörmətli Təği bəy ki, birbaşa YouTube-da yaranan Güney Azərbaycan Zilzələsinə yardım komitəsinin üyelərindəndir və aktiv üyelərindən idi. Əlbəttə, hala bu iş davam edir. Mən istədim Təği bəy, əlbəttə bir şey də xatırladım ki, hörmətli dinləyicilər, 335-12-52 nömrəmiz də, telefon xəttimiz də açıqdır. Hörmətli Təği bəy, mən istədim bir şey xatırladım. Bu, yəni qayıdaq bu YouTube-un məsələsinə. YouTube-da çox gözəl hərəkət oldu. Yəni xaricdə olan digər şəhərlər kimi də burada da Azərbaycanlılar bir araya gəldilər və birlikdə cürbəcür fikirlərinə baxmayaraq gözəl iş gördülər. Biraz da YouTube-un komitəsindən danışın. Nə yardımlar oldu, nə işlər olundu və nə işlər fikirsiz olacaqdı? Biləxərə bu komitə o cür ki, özdə itiraz var bu komitə, bir dənə komitə, dərvağa bir dənə müvəqqət bir komitə adında təşkil tapdı ki, məsələn, bu eləyə bilsinlər. O əvvəliyyə yarıları, məsələn, 3 növbətdə qərar oldu ki, mali kömək olunsun bu zəlzələ rabitəsində və həmin bir-iki günü əvvəldə və bu iqdam vaqən təqribən demək olar bir çox səri və در واقع münasib bir iqdam idi ki, yəni məsələn həmin ləhsə, həmin موقع elə bu bir günü əvvəldə məsələn eləyə bildi uşaqlar cəm olsunlar, bir qabil müraciət pul cəm eləyib bu yollasınlar və onu da müstəqimən o yerdən ki hamımız biliyoruz rejim 2-ci gündən oradakı imdadçilərin hesablarını zaten bağlamaqla, məsud eləməklə hətta imkanı köməyi bizlərdən aldı. Amma yenə də sağ olsun bu uşaqlar vaqən bu uşaqların təvəssütü ilə, bu komitənin uşaqlarının təvəssütü ilə ki, eləmək oldu o pulları neynəmə, müstəqim orada yetişə o kəslərin əlinə ki, biləxərə hamı üçün qabil etimaddırlar, yetişsin onların əlinə və boğulu orada dəhlərinə dəysin. Bu, biləxərə 3 növbətə qalıldığı üçün, indiyədən 2 növbətdə 2 dəfə yollanıbdır ki, 3-cüsü biləxərə təsmin budur ki, ta bu 40-dan qabaq 3-cü köməkdə geçsin və o yenə də yeri var ki, təşəkkür eləyək onlardan ki, bu rabitədə bizi tək qoymadılar və səy elədilər, həddəqəl mali kömək eləyib zad eləsinlər, yəni öz həmdərdilərini görsəsinlər ki, biləxərə mən öz növəndə onlardan təşəkkür eləyəm. Və indi də Allahi bərnamələr indi hədəf budur ki, inşallah əgər eləmək olsa, xub biləxərə əgər olsa bu bir bəhanə olar ki, biz eləyə bilək, məsələn, biz görüyoruz ki, dərdimiz nədir, hamımız dərdimizi mütəvəccüh oluyor ki, biz özümüzük ki, məsələn, gəl öz adımıza, hayımıza qalaq, bir kəs bizim hayımıza qalan deyir və xüsusən bu hakimiyyət bu oğluda eləyib ki, himmət eləyib ki, bizi nabud eləsin, bizim millətimizi nabud eləsin və biz də gələk biləxərə öz əlimizdən gələn təlaşımızı eləyək ki, biləxərə isarətdən qutaraq. Sağ olun. Hörmətli Təği bəy, necə ki, elə gözəl dediniz, qəşəng yardımda da getdi YouTube-dan. 22 milyon tümən birbaşa köməklik olunubdur. İndi isə də inşallah ki, 40-dan qabaq yenə də köməkliklər olunacaqdır. Hörmətli dinləyicilər ki, bizim müsahibəmizi eşidirlər. Yardım etmək istəsələr, həm indi Təği bəy də telefon nömrəsini deyəcəkdir, həm digər komitənin üyeləri də telefonları radiodan demişik. Yəni, hörmətli Bəhram bəy, Eldar bəy, Duman bəy, Arif bəy və mən, Əfsanə xanım və habelə hörmətli demək olar ki, Əmir bəy Məqdani və digər dostlarımız tanınmış qüvvələrdə şəhərdə YouTube-da sizlər elə biləsiniz bizlərin vasitəsilə və ya birbaşa komitənin baş nömrəsi vardı, Bank Girodur 754 xətti-86 62
Bir daha deyirəm, 754 xətti tirə 86 62 hesabını da düşəsiz. Mütməyin olun ki, bu pullar gedib yerinə yetişir və kimsə bu pullardan mesela imkansız ki paydaş edə bilər. Birbaşa bu bizim demək ki 5-600 kəndlərimiz ki torpaqla bir olublar, yarı sədəmə görüblər. 155 min insanımız ki sədəmə görüblər. Çalışıq ki onların belə 50'sinin əlinə çatdıra bilsək, bir iş görə bilsək, elə bizim üçün böyük bir işli xaricdə yaşayan Azərbaycanlılar üçün. Hürmətli tələbə, sizə çox təşəkkür edirəm. Siz telefon nömrənizi imkansız deyin, bir də ki son sözünüz olsa sizi dinləyək. Buyurun. Bəli, mənim telefon nömrəm 0709 205 995. Bəli. Bəli, bu yoxdur bu Mahmud bəy ki, məsələn, biləxərə orada bizim 155 min insanlarımız asib görüblər və ələn baxıyıq, görüyoruz ki, məsələn, nümayəndə Təbriz 2-3 günündən qabaq bu qolu etiraz edib ki, dərbağa heç bir iş görməyiblər, hətta bunlar deyil, hər şəhərə, hər kəndə getdilər, gördülər, bir dənə maşinalat yoxdur ki, orada avar bərdari üçün, zad üçün. Yəni, qışda bu soğuqdakı gələk, bu hakimiyyəti bu qolu vaqən diktator ki, tamamı sərmayi o məmləkəti, o sərzəmini çəkib teröristlərin cibinə tökək, bizim hətta millətimizi, o asib görən millətimizi, o məzlum millətimizin hətta əqəldən istəmədilər, onları müvəqqət bir yerlərdə sakin eləyib, yəni o arada həddə əqəl bir müvəqqəti evlər tikməklə bunları bu qışı keçindirələr. Olbəran ki, məsələn, bunlara az həzinə götürsün, elam elədilər ki, zad eləyəcəklər. Yəni, daimi evlər düzələnəcək, hər şey testlər. Də surət ki, hələ daimi evlər düzələcək, hələ heç bir yerdə başlamayıblar, bunlar avarları götürsünlər. Yəni, məsələn, öz dedikləri ya, hala məsələn, bizim faal millilərimiz ki, məsələn, oradan eynən quzarış eləyirlər, hələ öz dedikləri budur ki, yəni, heç bir dənə kətdə bir dənə maşinalar görməyirlər ki, məsələn, orada bunlar da götürsünlər. Gör, bizim o məzlum millət, bu soğuğun altında bu qışı nə cür yad eləyəcək, nə cür davam eləyəcəklər, fəqət boğulu bağlan, fəqət gərək, yəni dadlarına yetişmək və gəlnə nədir bunlar o qışı keçirdəcəklər, fəqət onu mən deyəm Allah biləydə. Çünki o cür ki nəzərə gəlir, bu hakimiyyətin heç qunə qəsdi yoxdur ki, bunların məsələsini həll edəsin hər ki tezlər. Və hər nə qədər bağən də hər nə mənə biləxərə, bir də rabitə bu köməklərimizdəki biləxərə o uşaqların öz mürəttəb nezarətləri, yəni indiyəcən nə qədər pul da yığılır, orada cəmin təbəssüsü ilə boğulu, zadulunu, imzalanı, hara gedir, hamısı bunlar onda müşəxəsdir ki, pullar hara gedir, harada boğulu məsrəf olunur. Dediniz kimin inşallah ki, bəs bizdə işlənilər, özəlliklə Azərbaycanlılar ki, dinləyirlər səsimizi, Güney Azərbaycanda olan qardaşlarının, bacılarının hayına hay deyəcəklər və o çətin gündə olan 100 mindən çox Azərbaycanlı çadırların içində yaşayan Azərbaycanlıların, uşaqların, qocaların, xanımların, kişilərin hayına yetişəcəklər. İnşallah ki, belə bir gün hüquqların, bir həftə hüquqların məsələdə ayrılsalar, mütləq ki, böyük bir iş görüblər. Biz hər yardıma hazırıq, yəni YouTube'un komitəsi ki, bu köməklikləri yerinə yetirək. Hürmətli Təri bəy, sizdən çox təşəkkür edirik ki, radiomuza qatıldınız və bizlə vaxtınızı ayırdığınız üçün sağ olasınız. Mən də sizdən və radio
Hörmətli dinləyicilər,